Peyğəmbər sünnəti varsa, əməliyyata ehtiyac yoxdur. Uşaqlarda rast gəlinən anadan gəlmə inkişaf xüsusiyyətlərindən biri olan hipospadiya, el dilində Peyğəmbər sünnəti ilə bağlı valideynlərə vacib çağırış edilib. Yerli mütəxəssis uroloq-androloq Niyaməddin Əliyev STV-yə müsahibəsində bildirib ki, Peyğəmbər sünnəti olan uşaqların hamısına cərrahi müdaxilə lazım deyil və əməliyyat qərarı yalnız tibbi göstəriş əsasında verilməlidir. Peyğəmbəri sünnət eşitsəniz, görsəniz, evladınızda belə deyək də diqqətinizə gəlsə, yəni sünnət pülüyünün arxası var, ön hissəsi yoxdursa, bu hipospadiyasdır. Hipospadiyas xəstəliyidir, anadan gəlmə anomaliyadır. Bu uşaqları sünnət etdirməyin. Səbəb nədir? Hipospadiyas əməliyyatı zamanı bizə o pülüyün arxa hissəsi mütləq lazımdır. Onu kanalın üst hissəsinin bərpası üçün biz istifadə edirik. Xahiş edirəm buradan bütün belə deyək də valideynlərə və bu sünnəti icra edən bəzi cərrahlara ki, hipospadiyaslı xəstələri, peyğəmbərli sünnətli xəstələri sünnət etməyin. Onu mütəxəssisə göndərin, hipospadiyası üçün lazım olan plastik əməliyyatı icra etsin. Qeyd edək ki, Peyğəmbər sünnəti, yəni hipospadiya olan uşaqlarında sidik kanalının xarici dəliyi cinsiyyət üzvünün ucunda deyil, onun alt səthində yerləşməsi ilə xarakterizə olunan anadan gəlmə qüsurdur. Niyaməddin Əliyev valideynlərə müraciət edərək bildirib ki, uşaqlarda Peyğəmbər sünnəti aşkarlandıqda ilk növbədə uroloq müayinəsindən keçmək və yalnız həkim tövsiyəsinə uyğun qərar vermək lazımdır.